Bəzi adamlar deyirlər dünya 5 gündür. İndi bu Həzrət Əlinin 2 gündən bağlı izahını verdim. Bəzi adamlar deyir dünya 5 gündür. Hətta bəzi sözlər eşitmişəm, yaşa kef elə özün üçün, dünya 5 gündür. Dünya 5 gün deyənlərə Həzrət Əli başqa hədisdə cavab verir. Bir tərəfdə hədisdə deyir 2 gündür. Digər hədisdə deyir ki, dünyanı 5 gün hesab eləyənlər bilsinlər, dünya 3 gündən ibarətdir. Heç 2 gündə demir. Nədir o? Deyir, birinci, keçən keçdi, dünən. Bax, dünənki günü bu günə calamaq olmaz, mümkün deyil, bitdi. Bir də sabahdır, hələ bilmirik onu yaşayacaq ya yox. Allah inşallah fürsət versin ki, sabahki günü yaşaya bilək. Deməli, dünən keçdi, sabah olacaq, reallıq bir şey yoxdur. Bir də bugün, nə varsa bugünündən istifadə elə, real həyatdan istifadə elə. Deməli, bugün sənin həyatın iki yoxluğun arasında vardır. Və bu varlıqdan da yaxşı istifadə elə. Dünyanın nazı nemətlərin yediyin qədər də qonşuya, yetimə, məzluma, möhtaca xərclə. Dünya günahın içi ilə doludur. Həzrət Əli buyurur ki, deyir, İmam Sadiqdə də bu hədis var, deyir, lənətlənmişdir o kəs ki, dünyası üçün çalışa, qiyamət o dünya, axirət. Yəni bu dünyası üçün çalışır, o dünya yaddan çıxır. Yəni axirət dediyimiz yaddan çıxır. Və ya axirəti üçün gecə-gündüz çalışır, bu dünya yadından çıxır. Deyir, lənətlənmişdir.